İnşallah bugünkü cümə xutbəmiz bu günləri cəmiyyətimizdə çox yayılan, amma insanların çox vaxt kiçik hesab etdiyi böyük günahlardan olan qeybət haqqında olacaq. Həzrəti Peyğəmbərimiz səhabələrindən soruşur, bilirsiniz qeybət nədir? Səhabələr deyir ki, Allah və onun rəsulu daha gözəl bilər. Həzrət buyurur, qeybət odur ki, qardaşın haqqında onun xoşuna gəlməyəcəyi bir sözü deməkdir. Səhabələr sual verirlər, ya Rəsulallah, əgər bizim dediyimiz söz həmən qardaşımızda varsa, onda necə? Həzrət buyurur, deyir, əgər bir qardaşınız haqqında danışırsınız, onun xoşuna gəlməyəcəyi bir şey danışırsınız, və bu xüsusiyyət onda varsa, bunun adı qeybətdir. Yox, əgər qardaşınızda olmayan bir şeyi danışırsınızsa, bu artıq böhtandır. Yəni, bir müminin bəyənməyəcəyi bir şeyi digər mümin haqqında danışması qeybətdir. Qısa. İndi ayəyə baxaq. Allah-u Teala Hücurat surəsinin 12-ci ayəsində bizə buyurur. Ey iman gətirənlər, zənnin çoxundan çəkinin və bir-birinizin qeybətini etməyin. İndi ağır nöqtəsi gəlir. Sizdən kimsə ölmüş qardaşının ətini yeməyi sevərmi? Siz bundan iyrənərsiniz. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və rəhm edəndir. Bu ayədə Allah qeybəti elə bir bənzətmə eləyir ki, insanın bədənini titrədir. Fikir verdiniz, Allah demədi qeybət pisdir, qeybət haramdır. Söz yox, pisdir, haramdır. Allah ayəsində bundan da ağır nöqtəni bizə dedi. Deyir, sən ki, qeybət eləyirsən, sanki ölmüş din qardaşımın ətini yiyirsən. Niyə? Çünki bənzətmənin səbəbi budur. Ölmüş bir insandan götür bir dənə tikə qopart, bədəndə ruh yoxdur ki, o tikə öz yerini doldura bilməz. Çünki artıq bu cəsəddir. Bir məclis qur, din qardaşın da orada yoxdur. Sən otur orada, onun arxasınca danış. O da nədir? Orada olmadığı üçün özünü müdafiə eləyə bilməz. Allah ona görə deyir, qeybət eləmək sanki ölmüş din qardaşımın ətini yeməyə bərabərdir. Yaxşı. Qeybət niyə bu qədər böyük bir günahdır? Niyə bu qədər ağır bir günahdır? Qeybətin fəsadlarını deyim sizə. Qeybət insanın namazını məhv edir. Qeybət insanın tutduğu orucu heç nə eləyir. Bütün savablarını alır ondan. Qeybət deyir insanın əməllərini azaldır. İnsanlar arasında sevgini öldürür, qardaşlığı dağıdır və qeybət şeytanın ən sevdiyi əməldir. Allahın ən sevmədiyi, şeytanın isə ən sevdiyi əməl qeybətdir. Baxın, sizə bir dənə ağır hədis deyim. Həzrəti Rəsulullah Meyrac gecəsində buyurur. Deyir, elə insanlar gördüm ki, misdən olan dırnaqlarla üzlərini və sinələrini cırırlar. Həzrət deyir ki, soruşdum Cəbraildən. Ey Cəbrail, bunlar kimlərdir? Bunlar hansı əmələ sahiblərdir? Cəbrail buyurdu ki, bunlar insanların qeybətini eləyənlər və insanların abrını aparanlardır. Ki, ahirətin günündə bu hala qalıblar. Özləri öz üzlərini cırırlar, sinələrini cırırlar. Həzrət Əli'nin nə qəşəng hədisi var? Deyir, qeybət aciz bir insanın son silahıdır. Sonra deyir ki, qeybəti eləyəndə ən aciz insandır. Yəni, qeybət nədir? Bir insan üzünə deməyə cəsarət eləmədiyin sözü onun arxasında danışırsan. Və qeybət budur. Cəsarətin yoxdur onun üzünə deyəsən. Görüb arxasınca danışırsan. Həzrət Əli ona görə deyir, ən aciz insanın silahı qeybətdir. İmam Sadiq ağa deyir, qeybət müminin dinini buzun suyun içində əritdiyi kimi əridir. İndi baxın, insan övladı illərlə ibadət edir. Oturur bir dənə məclisdə, başlayır başqalar haqqında danışmağa.
bir neçə dəqiqədə insan qazandığı hər bir şey itirir. Necə ağır bir mənzərədir, hə? Görsən, bir insan 30 ildən çoxdur namaz qılır. Bir insan 30 ildən çoxdur ki, Quran oxuyur. Bir insan 30 ildən çoxdur ki, oruç tutur. Qiyamət günü gəlir. Ən ağır səhnə. Bir nəfər gəlir, deyir ki, qiyamətin səhnəsində, ya Rəbbim, bu bəndən mənim qeybətimi eləyibdir. Allah deyir ki, o şəxs ki, qeybət eləmişdir, onun savablarını götür, verin qeybəti olunana. Digər bir bəndə gəlir. Deyir, ya Rəbbim, bu bəndən mənim qeybətimi eləmişdir. Allah deyir ki, onun savablarını götürün, verin qeybəti olunana. Bir bəndə də çıxır. Deyir, ya Rəbbim, mənim də qeybətimi eləmişdir. Allah baxır, görür ki, bəndən savabı qalmayıb. Savablar qutardı axı. İndi gör nə edir. Deyir, kimin ki qeybətini eləmişdir, ha? Onun günahlarını götürün, verin qeybət eləyana. Zaten günah içində batırıq. Günahımız özümüzdən ağırdır. Qeybət eləyə savablarımızı verdik, ahirətin günü əlimizdə heç nə yoxdur. Günahımız çox, onun da günahını özümüzə yükləyirik. Görün, insan orada nə hala qalır? Bir neçə dəqiqə etdiyi qeybətlə bütün əməlləri məhv olur insanın. Amma baxırsan, bir gün heç kim ona fikir vermir. Adi bir şey kimi baxırıq. Bu hadisə Həzrəti Peyğəmbərin hədisində qeyd olunur. Necə? Müflis şəxs, iflas olunmuş şəxs kimi Həzrət onu qeyd edir. Ki, hər bir şey əlindən çıxıb onun. Görün, nə deyir? Deyir, müflis odur ki, qiyamətin günündə namazla, orucla, zəkatla, yaxşılıqla, sədəqə ilə, xeyr əməllərlə gəlir qiyamətə. Amma götürüb bir nəfəri söyübdür. Bir nəfəri təhqir eləyib, bir nəfərin abrını aparıb. Bir nəfərin qeybətini eləyib, deyir, Allah götürür onun. Bütün savablarını verir qeybəti etdiyi şəxsə. Kimin ki qeybətini eləmişdir, hamısını verir ona. Görür ki, savablar qutardı, onun günahlarını qeybət eləyənə yazır. İnsan məhv olur orada. Bəzən qeybətin bir məclisi var. İnsan görsən, özü qeybət eləmir. Amma neyniyir? Gedir, əyləşir qeybət məclisində. Gülür. Birinin qeybəti var, bu gülür. Dinləyir. Razı qalır. Ən təhlükə də bu da. İmam Baqir ağa görün nə deyir? Mömin qardaşını müdafiə edən şəxsi Allah dünya və axirətdə müdafiə eləyər. Yox, əgər bir mömin qardaşının arxasınca danışılır, sən də dinmirsən, sakit durursan, razı qalırsan, gülürsən, sevinirsən, Allah da axirətin gündə səni müdafiə eləməz. Ən çətin anda. Hədis deyir ki, gördün bir dənə məclisdə ki, qeybət başlayır, söhbət artıq qeybətdir, dərhal deyir, mövzunu dəyiş. Kimin ki qeybətini eləyirlər? O insanın yaxşı əməllərini sən danış. Amma qeybəti dayandır. Yaxşı. Mən qeybəti dayandıra bilmirəm, gücüm çatmır. Deyir, bacarmırsan, o məclisi tərk elə. Qalma orada. Şeytanın ən rahat silahı deyə qeybət. Şeytan baxır, sənə bir böyük günah elətdirmək istəyir. İstəyir ki, böyük günah eləyəsən. Görür, bu alınmır, neyniyim? Ən rahat. Dilinlə səni günah elətdirir. Çünki qeybət üçün pul lazım deyil. Maddiyyat tələb olunmur, nə də ki zəhmət. Nə lazımdır? Bir dənə məclis qurulsun, bir neçə nəfər, bir dənə ad çəkilsin və salam, iş başladı. Qeybət məclisi başlayır. Sonra şeytan sevinir. Şeytan sevinir. Yaxşı, hədisə baxaq. Nə üçün insanlar qeybət edir? Hədis bunun açıqlamasını verir. Bir qeybətin səbəbi budur. İnsanın içində paxıllıq olur. Qeybətin səbəbi budur ki, insanın içində təkəbbürlük olur. Qeybətin səbəbi zarafat adı qoyurlar. Zarafat adı ilə qeybət eləyirlər. Qeybətin səbəbi deyir, özünü insanlardan üstün tutur, qarşısındakini özündən aşağı tutur. Başlayır onun qeybətini eləməyə. Ən pisi, qeybətin deyir, ən böyük səbəbi birisi nədir? Boş vaxt. İnsanın alsüdə vaxtı var. Bilmir, nə iş görsün. Neynəsin? Ən rahatı. Bir dənə məclis quraq, qeybət eləyək. Başlayırlar birini qoyurlar ortaya saatlarla. Onun günahlarını yığırlar öz üstlərinə.
bir alimə deyirlər, deyir, filankə sənin arxanca danışdı. Sənin qeybət eləyirdi. Pis sözlər deyirdi. Alim birisi nə deyir? Deyir, o mənə hədiyyə göndəribdi. Deyir, necə yəni hədiyyə göndərib? Sənin haqqında pis danışa baxı. Deyir, o mənim haqqımda qeybət elədiyicə öz savablarını mənə göndərir. Çünki qeybət edən insan əslində öz savabını, qeybətini elədiyi şəxsə verir. İndi dilimizi qeybətdən necə qoruyaq? Sizə bir dənə Həzrət Peyğəmbərdən hədis deyirəm. Deyir, kim ki, Allaha və axirət gününə iman gətirərsə, ya xeyir danışsın, ya da ki, xeyir danışa bilmir, neynəsin? Sussun. Danışmasın. Bu işlə özünü qeybətdən qoruyacaq. Hədis bizə buyurur ki, hər bir sözü deməzdən əvvəl düşün. Bu danışacağın söz nə qədər faydalıdır? Nə qədər xeyri var mən bu sözü danışmağımın? Mən ki, bu sözü danışıram. Allah mənim bu sözü danışmağımı eşitmək istəyir. Və yaxud mən ki, bu sözü deyirəm, kimsə mənim haqqımda desə, mənim xoşuma gələr. Bax, qeybəti eləməmişdən qabaq, iş bunu düşün. Biz bəyənmədiyimiz, özümüz haqqında layiq görmədiyimiz sözləri başqalar haqqında asanlıqla danışırıq. Amma biri bizim haqqımızda danışanda dərhal özümüzdən çıxırıq. Bəyənmirsən, sən də eləmə də. Təməl qoyuruq da. Mən danışım, sən danış, belə-belə cəmiyyətdə qeybət yayıldı. Ən böyük günah yayıldı. Həzrət Əlinin nə gözəl hədisi var. Deyir, bir şəxs ki, öz eyibləri ilə məşğul olsa, vallah, billah, başqasının eyibini axtarmağa vaxt tapmaz. Başqasının qeybətini eləməyə vaxt tapmaz. Əgər bizim özümüz hər gün bir dənə öz nəfsimizi hesaba çəkək, nə qədər xətalarımız var, nə qədər günahlarımız var, nə qədər insanlar incidirik. Ona görə də istəmiriksə insanlar bizim haqqımızda saatlarla danışsın, biz də gedib başqalarının haqqında danışmayaq. Bir sözlə də özümüzə layiq görmədiyimiz şeyi gedib başqaları haqqında eləməyək. Ən gözəl izahı da bu qısadır. Özünə layiq görmürsənsə, başqası haqqında da eləmə. Özün qeybət eşitmək istəmirsən, öz qeybət ver. Sən də başqalarının qeybətini eləmə. Bir dənəsini də deyim sizə, elə təkrardır. Sadəcə bir dənə işlədək də buna. Bəlkə bir yaddaşımıza həkk oldu, qeybətdən uzaqlaşdıq. Böyük alimlərdən biridir, gəlir onun tələbəsi onun yanına. Deyir, ustad, filankə sənin haqqında danışdı. Sənə nalayiq söz dedi. Səni təhqir elədi. Sənin haqqında olmayanın sözlərini dedi, qeybət elədi. Alim bilirsən neyini? Deyir, bir dənə qabın içində təzə xurma yığır. Təzə xurma. Ən gözəl xurmanı yığır, göndərir həmin şəxsə. Tələbəsinə deyir ki, dinən filankə sənə göndərdi. Həmən şəxs baxır ki, mən bunun arxasında danışdım. Mənə xurma göndərib, hədiyyə göndərib. Gəlir o alimin yanına. Deyir, mən sənə təhqir eləmişəm, arxanca danışmışam, qeybət eləmişəm, sən mənə hədiyyə göndərsən, xurma göndərsən. Bu nə işdir? Alim deyir ki, sən mənə ən gözəl hədiyyəni göndərmişsən. Ən gözəl xeyri vermişsən. Necə yəni? Deyir, sən mənim qeybətimi eləməklə öz bütün savablarımı mənə veribsən. Mənim bütün günahlarımı özümə götürmüsən. Sənin mənə göndərdiyin hədiyyənin qabağında mənim göndərdiyim bir heç nədir. Heç bunu belə deyə bir tay tutmaq olmaz bir-birinə. Həmən şəxs birisi necə peşman olur? Deyir, dərhal tövbə eləyir. Alimin əlindən, ayağından öpür, üzrxahlıq eləyir. Ondan halallıq istəyir. Deyir, həmən şəxsə elə bir dərs olur ki, ondan sonra bir daha qeybət eləmir. Baxın, bu cür nədir qeybətin ziyanları? Biz elə bilirik ki, inşallah bitirirəm, biz qeybət eləməklə başqasına ziyan vurırıq. Zahirdə baxanda bu görsənir də qeybətdə, hə? Otururam, məsələn, filankəsin eybini açıram. Başlayıram onun haqqında kalan, nə bilim, olmayanın sözlərini deməyə. Elə biləm ona ziyan vururam, yox, əslində o ziyanı ilə özümə vururam. Ən böyük ziyanı özümüzə vururuq. Çünki alimin misalını da dedim də, qeybəti etdiyimiz insana öz bütün savablarımızı veririk. Onun bütün günahlarını götürürük. O oturmuşdu evində. Heç nədən savablar gəldi, günahları götürdü. Qeybətin dərinliyinə baxanda nədir? Biz qeybəti eləyəndə özümüzə ziyan vururuq. Düşünmə ki, sən başqasına ziyan vurursan. Buna görə də deyir, ağıllı insan başqasının eybini deyil, hər bir vaxt öz aqibətini düşünər, öz halını düşünər. Nəticə, qeybət adi bir şey deyil, qeybət qardaşlığı öldürür. Qeybət sevgini öldürür.
Qeybət ailələr dağıdır. Qeybət o qədər böyük, pis bir günahdır ki, dostu bir-birinə düşmən eləyir. Qardaşlığı məhv eləyir. Qeybət o qədər pis bir günahdır ki, insanın əməllərini məhv eləyir. Bütün əməllərini məhv eləyir. O qədər böyük günahdır ki, qeybət Allahın qəzəbini cəlb eləyir. Bir bəndə ki, yazır hədisdə, qeybət eləsə Allah bəndəyə dərhal qəzəblənər. Öz qəzəbi ilə baxar ona. Gəlin bugündən elə etibarən bir özümüzə söz verək ki, bundan sonra biz dilimizi qoruyacaq. Day biz heç kimin qeybətini eləməyəcək. Kiminsə qeybətini eləmişik, ya Rəbb bilməmişik. Səmimi tövbə eləyək. Gedək o insandan halallıq alaq. Ahirətə saxlamayaq. Vallah billah, ahirətə qalsa halımız heç nədir. Məhv olub gedərik. O insan yaşayır halallığını alaq. Dünyadan köçüb onun günahlarının bağışlanmağını istəyək. Ki, ahirətə yapışmasın da bizdən. Ona görə onun günahlarının bağışlamasını istəyək. Allahın verə izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir. Biz bəndələr ki, bura yığışmışıq, bizi dilimizi qoruyan bəndələrindən qərar versin. Allahın verə izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir, mömin qardaşımızın abrını, öz abrımızı necə qoruyuruq? Elə qoruyan bəndələrdən qərar versin. Allahdan istəyirəm, Allah bizim qəlblərimizdən kini, kudurəti, paxıllığı, həsədi, təkəbbürü təmizləsin. Allah bizim dillərimizi böhtandan qorusun, qeybətdən qorusun. Allahdan istəyirəm, Allahım, sən bizi öz razılığını qazanan salih bəndələrindən elə. Allahdan istəyirəm bizi bir-birimizə rauf mehriban elə. Allahdan istəyirəm bizi əhl-i beyt ilə məşhur elə. Allahdan istəyirəm bizim hər birimizi İmam-ı Zaman ağanın əsgərlərindən qərar versin.